Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli emma ba'd. Aziz qardaşlar, biz bu günləri Allahın izniyle bəsmələ mövzusunu götürürük. Bəsmələ nə deməkdir? Bismillah. Bismillah. Yəni Allahın adıyla. Və yaxud da ki, Bismillahirrahmanirrahim. Hansı ki, Fatihə surəsinin 1-ci ayəsidir. Biz bu barədə artıq danışmışıq ki, səhih, doğru, düzgün rəy odur ki, Bismillahirrahmanirrahim Fatihə surəsindən ayədir. Çünki bu barədə iki görüş var. Bir qism elm əhli qeyd ediblər ki, Bismillahirrahmanirrahim Fatihə surəsindən ayə deyil, müstəqil, ayrıcənə ayədir. Müstəqildir. Amma biz Quran kitabını açıb görürük ki, müstəqil deyil. Fatihə surəsinin yəni ki, əvvəlində Bismillahirrahmanirrahim keçir, onun qarşısına rəqəm qoyublar. Rəqəm qoyulubdur. Yəni o deməli, rəqəm qoyulubsa da bu da, amma başqa surələrdə görürük ki, rəqəm qoyulmur, müstəqildir. Elə oxuduğumuz əlimizdə olan mushaf, hansı ki, mushaf yəni Quran kitabına deyilir. Mushafdakı var, orada olan o tərtibat ki var, o yazılı forma ən səhih olanıdır. Və biz bu barədə Əbu Hüreyrə radiyallahu anhudan olan Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisini qeyd eləmişik ki, səhih, doğru, düzgün olan odur ki, Bismillahirrahmanirrahim Fatihədən onun tərkibindən olan ayədir. Digər surələrdə isə o surələrin tərkibindən deyil, Qurandan ayədir, amma müstəqildir. Hər surənin əvvəlində gəlsə də və elə müstəqildir. Bir dənə Tövbə surəsi istisnadır burada. Tövbə surəsinin əvvəlində Bismillahirrahmanirrahim yoxdur. Amma belə ümumən Quran-ı-Kərimdə, yəni Quran-ı-Kərimdə 114 dənə surə var axı. Tövbə surəsinin çıxanda neçə dənə olmalıdır? 113 dənə. Amma Quran-ı-Kərimdə 114 dənə Bismillahirrahmanirrahim keçir. Bir dənəsi isə şimdi hansı surədədir? Nəml surəsində. Nəml surəsində Süleyman əleyhissalam məktub yazıb göndərəndə başqa bir qövmün padşahına məktub dəvət üçün yazıb göndərəndə orada məktubda elə bir məktubun başlanğıcında Bismillahirrahmanirrahim yazır. Yəni bununla belə o bəli ayədir. Quran-Kərimdə Nəml surəsində ayədir. Yəni həm Fatihə surəsindən, yəni bu Bismillahirrahmanirrahim dedi ki, ümumən nədir? 114 dənədir. İkisi ayə hesabı. Birincisi Fatihə surəsinin əvvəlində gələn, ikincisi də Nəml surəsində olan ayə. Yerində qalan isə neçə dənə qalır? 112 dənə. Bunların hamısı müstəqil, ayrı-ayrılıqda surələrin əvvəlində gəlir, amma nədir? Ayrı müstəqil ayədir. Ayrı müstəqil ayədir. Yaxşı, bir insan deyə bilər ki, yaxşı, Fatihə surəsində əgər ayrı surədirsə də, Fatihə surəsində ayrı ayədirsə də, Bismillahirrahmanirrahim, biz bilirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi var, biz əvvəl dərsdə götürəndə, Fatihə surəsi 7 ayədən ibarət. Bu icmadır, bunda ixtilaf yoxdur. 7 ayədir. Yaxşı, Bismillahirrahmanirrahimi çıxardanda, müstəqil ayə hesab eləyəndə 6 ayə qalır axı. Amma ittifaqla, yəni icma ilə 7 ayədir. Yaxşı, bunu çıxardanda yerində 6 qalır və hədisdə 7 ayə gələkdir. Bunu bəli, bəzi çünki 10 dənə qiraət var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən Quranın oxunuşu 10 dənə qiraət üzərində oxunur. 10 dənə qiraət. Misal üçün onlarda məsələn, misal çəkin Fatihə surəsindəki ayəni biz oxuyuruq Maliki yevmiddin. Bir də var ki, qiraət var ki, Maliki yevmiddin. Eləcənə də başqa yerlərdə, yəni ki, fərqli tələffüzdür. Məna olaraq eyni mənadır və yaxud da yaxın mənalardır. Düzdür, Məliklə də Məlikin fərqi var, çox az bir fərqi var. Bəziləri tələffüzündədir, yəni ki, fərqlər, bəzilərində yəni azmaz, az-azıq mənalarında fərqlər var. Yəni burada deməli, əziz qardaşlar, axırıncı ayə 2 yerə bölünür. Axırıncı ayə ki var, 7-ci ayə ki var, sonuncu və ya da sonuncu ayə 2 yerə bölünür. Hansı ki, başqa qiraətlərdə olsa, başqa mushaf kitabları ki var, o öz oxunan qiraəti ilə təcvid qaydası ki yazılıbdır. Sən o mushafı açıb görərsən ki, əvvəlini açsan, Fatihə surəsini görəcəksən ki, Bismillahirrahmanirrahim müstəqil yazılıb, qabağına rəqəm qeyd olunmuşdur. Sonuncu ayə isə 2 yerə bölünübdür. Yəni ki, Sıratəl-ləzīnə ən'amtə aleyhim, bu 6-cı ayədir. Qayril məğdubi aleyhim vələddallin. Bu isə 7-ci ayədir. Yəni ki, axırıncı o ayə, 2 dənə ayə, axırıncı o bir dənə ayə 2 yerə bölünübdür. O dediyim o formada, bölgü də bu formadadır. Yəni ki, bu
burada bir problem yoxdur. 7 ayə olaraq 7 ayə qalır. Hansı ki Bismillahirrahmanirrahim daxil eləyəndə axırıncı ayənin bölünməsinə ehtiyac yoxdur. Hansı ki biz elə Quran-Kərimdə açıb oxuyuruq. Biz oxuduğumuz qiraətin adı Hafs ibn Asimdən gələn qiraətdir. Yəni bunda problem yoxdur. Amma başqa yəni ki bölgünün nəyini deyirəm problem yoxdur. Amma başqa qiraətlərə baxanda isə müstəqil yazılanda sonuncu ayə 2 yerə bölünür. O da dediyim formadadır. Dediyim formada bölünür. Deməli əziz qardaşlar, qaydaq Bismillah bəsmələnin mənasına və yaxud da bu barədə gələn fəzilətlərə qaydaq. Bir də bir şey qeyd edeyim ki, Quran oxuyanda keçən dəfə istiazə barəsində keçəndə əziz qardaşlar dedik ki, istiazə, yəni əuzu billahi minəşşeytanirracim. Biz də bir də bunun bir neçə formasını sünnədən, hədislərlə biz bunu bəyan elədik, dəlili ilə. Və dedik ki, orada həm əvvəldən oxuyanda, həmçində nədir? Quran-Kərimin harasından oxuyursansa da insan şeytandan Allaha sığınaraq oxumalıdır. Bir dəfə oxudun, bir dəfə dedinsə də bunu kifayət elə. Hər dəfə təzə-təzə surə oxuyanda, başqa surələr oxumanda deməyə ehtiyac yoxdur. Amma Bismillahirrahmanirrahimdə biraz fərqli bir şey var. Deməli nədir? Bismillahirrahmanirrahim yalnız və yalnız surəni sən əvvəldən oxuyanda bunu deyirsən. Sən əvvəldən, misal üçün deyək ki, sən Ayətul Kursini oxumaq istəyirsənsə, Bismillahirrahmanirrahim demirsən. Çünki Bismillahirrahmanirrahimin yeri hardadır? Hər bir surənin əvvəlindədir. Sən hər bir surənin əvvəlindən oxuyanda da orada deməlisən. Yəni ortasından, axırından oxuyursansa, onda, yəni əvvəldən başqa yerdə oxuyursansa, Bismillahirrahmanirrahim, yəni doğru düzgün olan rəyə görə, yəni belə rəy də var deyənlər var elm əhlindən, amma doğru düzgün rəyə görə Bismillahirrahmanirrahim harda deyilir? Yalnız əvvəldən başlayanda. Yəni sən ikinci ayədən başlayırsansa, yəni Bismillahirrahmanirrahim deyilmir. Nə deyilir? Əuzu billahi minəşşeytanirracim deyilir. Yəni Bismillahirrahmanirrahim yalnız və yalnız surəni əvvəldən oxuyanda insan deyir. Yaxşı, bax, insan deyək ki, Əuzu billahi minəşşeytanirracim dedi. Sonra başladı oxumağa Bəqərə surəsini. Sonra Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim dedi. Oxudu, bir dəfəni oxudu, Bəqərə surəsini bitirdi. İndi sonra necə Əl İmran surəsi. Təzədən Əuzu billahi minəşşeytanirracim deyir, xeyr. Bir dəfə şeytandan Allaha sığındı, kifayət eləyir. Növbət ayəni, surəni oxuyanda nə eləyir? Bismillahirrahmanirrahim deyir. Yəni beləcə bu forma qayda ilə insan oxuyur. Yəni bu qayda, bu qeyd etdiyim qayda inşallah ki, haqqa yaxın olanda ən düzgün rəy də budur, əziz qardaşlar. Bəli, namazda da insan elə bir ki, namazın əvvəlində istiftah duası ki var, açılış duasını oxuyanda, oxuduqdan sonra bir dəfə Əuzu billahi minəşşeytanirracim deyirsən, sonra Fatihəni oxunda Bismillahirrahmanirrahim deyirsən. İkinci rükətdə isə təzədən Əuzu billahi minəşşeytanirracimə deməyə ehtiyac yoxdur. Yəni Bismillah deyirsən, sən sonra Fatihəni oxuyursan, Fatihədən sonra yəni başqa surə oxuyası olsan. Yəni ortadan oxuyursansa, Əuzu billahi minəşşeytanirracim deməyə ehtiyac yoxdur orada təzə əlavədə. Əvvəldən oxuyursansa Bismillahirrahmanirrahim deyirsən. Yaxşı, ortadan oxuyanda nə deyirsə birbaşa oxuyursan. Birbaşa oxuyursan, çünki sən onsuz da arada fasilə aminlə onu bölübsən və arada da fasilə veribsən. Yəni hardan olmaz insan buradan oxuyubdur. Məsəl üçün deyək ki, insan ola bilsin müəyyən Qurani-Kərimdən ayələri oxuyur. Məsəl deyək ki, bu çox vaxt rüqyə məqsədi ilə oxuyur. Deyək ki, oxudu Bəqərə surəsi ilk 5 ayəsini, sonra Bəqərə surəsi 102-ci ayəni, Bəqərə surəsi 255-i, Bəqərə 285, 286-nı oxudu. Yəni bunların arasını arada fasilə verməklə hər dəfə yəni Əuzu billahi minəşşeytanirracim deməyə ehtiyac yoxdur və hər dəfə də Bismillahirrahmanirrahim də deyilmir, namazda da eyni qaydadır. Deməli, əziz qardaşlar, Bismillahin, yəni bəsmələnin fəziləti barəsində. Deməli, bəsmələnin fəziləti barəsində İmam Əhməd Musnəd kitabında belə rəvayət gətirir ki, Əbu Təmimənin Peyğəmbər sallallahu aleyhi ve sellemlə eyni miniyin tərkində olan bir sahabədən belə rəvayət etdiyini eşidibdir. Peyğəmbərin miniyi büdrədi və mən dedim, bədbəxt olsun şeytan. Yəni minik büdürüyür, heyvan büdürüyür və bu adam da deyir ki, bədbəxt olsun şeytan. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dedi, bədbəxt olsun şeytan demə. Sən bədbəxt olsun şeytan dedikdə şeytan get-gedə böyüyər və deyər, gücümlə onu yıxdım. Əgər Bismillah desən, şeytan milçək boyda olana qədər get-gedə kiçilər. Başqa bir rəvayətində isə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, belə demə, şeytan get-gedə ev boyda olana qədər
böyüyər, lakin sən deyir, bismillah denən, belə desən, o milçək boyda olana qədər kiçilər deyir. Yəni, insan ümumiyyətlə miniyə minəndə bismillah deyir. Miniyə minəndə bismillah deyir. Elə bu barədə də düzdür, rəvayətin özü zəif olsa da, rəvayət var ki, hədis, Peyğəmbər sallallahu əleyhi və səlləm hədis var ki, Bismillahirrahmanirrahim və ya bismillahsız başlamayan hər bir iş naqisdir hədisi var. Məşhur elm əhli arasında bir məşhur bir rəvayətdir. Bu rəvayət alimlər deyirlər ki, isnad baxımından zəifdir, amma mənası doğru düzgündür. Ona görə yəni, çünki bir çox əməllərə baxanda biz fikir veririk, indi bu barədə danışıb qeyd edəcəm inşallah. Görürük ki, bir çox əməllərin qarşısında bismillah demək gəlibdir. Buna görə deyirlər ki, hədisin zahiri mənası doğru düzgündür. Amma isnad olaraq hədis zəifdir. Deməli, əziz qardaşlar, onlardan insan bismillah deyilən yerlərdə, bana da fikir verək. İnsan ayaq yoluna girəndə bismillah deyir, sonra Allahumma inni əuzu bikə minəl xubsi vəl xəbais. Belə deyir. Yəni ki, insan ayaq yoluna girəndə deyirmi? Ondan sonra başqa da deyilən dua var. Biri burada deyilir. Sonra insan dəstəmaz alanda bismillah deməsi. Düz məsələ ixtilaf olsa da, bu barədə hədis var ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Əbu Hüreyrədən Sa'd ibn Zeyd və Əbu Səid Əl-Xudri radiyallahu anhudan gələn rəvayət var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, dəstəmaza başlayarkən Allahın adını çəkməyinin dəstəmazı yoxdur deyə. Hədisi var. Yəni ki, ixtilaflı olsa da bu görüş və ya da bu hədisin isnadının hökmü barəsində ixtilaf olsa da, yəni ki, biz bilirik ki, bismillah demək müstəhəbdir. Müstəhəbdir bu hədislərə əsasən. İnşallah ki, səhih doğru düzgün də budur ki, bismillah demək lazımdır. Yəni ki, vacibə yaxın bir əməldir. İnsan çalışıb, bismillah, dəstəmaz alanda bismillah desin. Bu barədə mən başqa bir dərsdə müstəqil danışmışam. Yəni, qısa deyim, qeyd edeyim ki, bunu ki, insan unudarsa, bismillahsız dəstəmaz alarsa, dəstəmaz səhihdir. Ortasında yadına düşərsə, orada harada yadına düşürsə, oradan desin. Yəni, qutarandan sonra deməyibsə də, yəni, təzədən dəstəmaz almağa ehtiyac yoxdur. Yəni, fikir versən, hətta vacib görməyən alimlər bunu, yəni, fikir versən dəstəmaz barəsində, əksər alimlər bunu sünnə olaraq gətiriblər. Yaxşı, sünnə olaraq gətirirsənsə də hədisi zəifdir. Hətta zəif görənlər belə görürsən ki, öz kitablarında müstəhəb olaraq, sünnə olaraq gətiriblər bunu. Yəni ki, bu əməllərdən də birisi, əziz qardaşlar, bismillah deyilən əməllərdən də birisi dəstəmaz alarkəndir. Bəsmələ. Yəni, bu da həmçinin bəsmələrin nədir? Fəzilətinə dəlalət edir. Bismillah deməyin, yəni Allahın adı ilə başlayıram bu dəstəmazımı. Dedik, ayaq yoluna girərkən, dəstəmaz alarkən insan bismillah deyir. Və həmçinin yemək yeyərkən və içərkən, ya müstəqil formada içir, yeməkdən başqa vaxtı, və yaxud da ki, yemək yeyərkən insan bismillah deyir. Yəni, buna da dair də hədis var. Müslim Səhih kitabında Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Ömər ibn Əbu Sələməyə deyir ki, bismillah deyir, sağ əllə və qarşından deyir. Yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir dəfə bir məclisdə oturur, yemək yeyəndə o uşaq olur, balaca uşaq olur. Yəni yemək yeyəndə hardan gəldi yemək yeyir, hansı əli ilə gəldi yemək yeyir və Peyğəmbər sallallahu əleyhi və səlləm onu öyrətmək üçün belə deyir. Yəni biz də əziz qardaşlar bu ədəbdəndir, yeməyin ədəblərindəndir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əxlaqı ilə əxlaqlanaq, ədəbi ilə ədəblənək ki, övladlarımızı öyrədək. Yemək yeyərkən insan sağ əli ilə yeməlidir, sol əllə yemək olmaz, haramdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "La ta'kulu biş-şimal fa inna şeytana ya'kulu biş-şimal." Deyir, sol əli ilə əlinizlə yeməyin, çünki sol əllə kim? Şeytan yeyir. Başqa rivayətdə isə deyir ki, şeytan sol əllə yeyir və içir. Ona görə yəni şeytana oxşamamaq üçün insan gərək sol əllə yox, sağ əllə yesin və içsin. Və yeməkdən əvvəl də nədir? İçməkdən əvvəl də bismillah desin. Yəni düzdür, bu yemək içmək mövzusu başqadır, ya ədəbləri başqadır, başqa ədəbləri də var. Amma yəni bu bizim mövzumuza aid olan hissəsi nədir? Bismillah, bəsmələdir. Bəsmələdir. Yəni burada qısa dediyim odur ki, insan çalışıb övladına bu kimi, yəni xırda baxmasın, bu elə bir dırnaqarası baxmasın, övladına yeməyin ədəblərini öyrətməlidir. Yeməyin ədəblərini öyrətmiş. Onlardan da ən mühüm, lazım olan ədəblərdən də birisi nədir? Bismillah deməsi. Bismillah deməsi. Görsə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bismillah denən, birinci deyir bismillah denən, sonra sağ əllə yeyir, sonra da nədir? Qarşından yeyir. Qarşından, qabaq tərəfindən yeyir. Yəni hardan gəldi? Yeməyi olmaz, qadağan edir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deməli bu bəsmələrin deyilən yerlərindən də birisi həmçinin əziz qardaşlar, yemək yeyərkən və yeməkdən, içməkdən qabaq
bəsmələ demək, bismillah demək Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən varid olmuşdur. Sonra bunun deyilən yerlərindən heyvan kəsərkən, yenə bu da belə ixtilafdır. Bir qism alimlər bunu müstəhəb, bir qism alimlər vacib görürlər. Səhih, doğru, düzgün, haqqa yaxın olanı odur ki, heyvan kəsərkən bismillah demək vacibdir. Vacibdir. Yəni bir insan qəsdlə bismillahı tərk eləyərsə, bismillahsız heyvanı kəsərsə o ətdən yemək olmaz. Heyvanı, yəni amma birisi unutqanlıqdan, insan özü olsun, unutqanlıqdan indi tələskin olubdur, nəsə fikirli olubdur. Yəni unutqanlıqdan heyvanı başını kəsəndə bismillah deməzsə də o heyvan ətini yemək halaldır. Ümumiyyətcə ətin halal olması üçün birincisi, ən birincisi yadda saxlamaq lazımdır ki, əti yeyilən heyvan olmalıdır. Yəni haram heyvan olmaz. Əti yeyilən heyvan olmalı. Yəni donuzdur, eşşəkdir, bu kimi heyvanların əti yeyilməz. Birincisi heyvan özü yeyilməsi halal olan heyvan olmalıdır. Bu bir. İkincisi, kəsən adam müsəlman olmalıdır, mütləq. Və yaxud da ən azından əhli kitab olmalıdır. Yahudi və Xristiyan. Yəni hətta müasir Yahudi və Xristiyan olsa belə problem yoxdur. Yəni bu qədimdəki Yahudi Xristiyanlara aid deyil. Yəni bu da Allahın rəhmətindəndir ki, necə ki Maide surəsində keçir ki, onların yeməkləri sizə halal edilir. Yəni Allah Taala onların kəsdiklərini bizə halal eləyibdir. Amma Yahudi və Xristiyandan başqa, yəni kim ki kəsir ki, başqa din sahibidir. Yəni indi müasir deyək ki, birini ateist qoyub adına, biri deist qoyub adına, biri bütpərəstdir, nə atəşpərəstdir, məcusidir, nə din sahibi olsun fərqi yoxdur, o qədər dinlər var. Batil dinlər var. Heyvanı kəsir, hətta bismillah deyib kəssə belə, o əti, o heyvan ətini yemək olmaz, haramdır. Yaxşı, Yahudi və Xristiyanlarda necə? Yahudi və Xristiyanlarda bismillah deməyə ehtiyac yoxdur. Yəni bu Yahudi Xristiyana nə bismillah tələb edəcəksən? O ehtiyac yoxdur. Sadəcə bu Allahın rəhmətidir, bu istisnadır. Allahın lütfündəndir ki, bu bizi asanlaşdırıbdır. Yəni sən ondan heç onu tələb eləmirsən, yəni kəsibsə normal qaydada, öldürmədən, toka vermədən, söhbət başının kəsilməsindən gedir. Normal qaydada, yəni başı kəsilibsə də, toka verib öldürürsə də, başı, yəni çünki leş də nədir? Başı hətta müsəlman olsun belə, ola bilsin cahillik səbəbindən bilmir bunun hökmünü, heyvan götürübdür, toka verib öldürübdür. Yəni ola bilsin bəzi heyvanları çətin olduğuna görə kəsmək, o iri danadır, öküzdür, onu kəsməsə toka verirlər və yaxud da nəsə başına bərk kütü alətlə vururlar. Yəni ki, heyvan yəni elə bir ki, ölür də bayılar. Sonrasına elə bir ki, nə vəziyyətə gəlir? Yəni ki, ölümcül vəziyyətə gəlir. Sonra götürüb kəsir. Bu da düzgün deyil. Düzgün deyil. Yəni deməli, birincisi əti yeyilən heyvan olmalıdır. İkincisi, kəsən adam müsəlman, yaxud da kitab əhli, yahudi və yaxud da xristiyan. Üçüncüsü də bismillah demək lazımdır. Bu vacib olanlar bunlardır. Yəni ki, həmçində burada bir qeyd olunan bir məqam da odur ki, başı kəsilməlidir. Yəni dedi ki, müsəlman olsa da belə, toka versə də, bir şey eləsə, yəni ki, bunun heyvanın əti yemək olmaz. Başı kəsilməlidir ki, heyvan yeyilsin. Yəni, bismillah demək müsəlman üçün vacibdir. Qəsdən bir insan tərk eləyərsə, onda o əti yemək olmaz, əziz qardaşlar. Yəni, bismillah deyilən yerlərdən də birisi budur. Yəni ki, bəsmələnin yerlərindən də birisi budur. Və bu da həmçinin bəsmələnin fəzilətinə dəlalət edir ki, insan gör neçə yerdə bismillah deyir, Allahın adına çəkir. Həmçinin bismillah deyilən yerlərdən də müstəhəb olan yerlərindən də yaxınlıq eləyərkən, insan öz həyat yoldaşı ilə yaxınlıq etməmişdən əvvəl bismillah deyir, sonra orada deyiləcək dua var. Allahumma cənnibnə şeytanə və cənnibə şeytanə mə razaqtənə. Mənası da budur ki, Allahın adıyla Allahım məni şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin övladdan uzaqlaşdır. Və hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər onların qismətində varsa, Allah onlara övlad qismət eləyərsə, yəni bu yaxınlıq səbəbilə, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz. Ona görə burada da həmçinin bismillah deməyin və onun arxasında da o sözləri deməyin müsəlman qalasında var. Müsəlman qalasında var. Bunu deməyin fəzilətidir ki, yəni ki, elə bir gələcəkdə uşaq olarsa da onun səbəbilə, yaxının səbəbilə, yəni ki, şeytan o uşağa zərər yetirə bilməz. Yəni onun üzərində hökmü olmaz. Yəni həmçində əziz qardaşlar, deyilən yerlərdən də birisi haradır? Yaxınlıq etməmişdən əvvəl, insan həyat yoldaşı ilə yaxınlıq etməmişdən əvvəl bismillah demək də müstəhəbdir. Yəni vacib deyil burada, müstəhəbdir. Yəni insan çalışıb bunu da
unutmasın. Baxın, gör neçə yerdə Bismillah deyilir. Ona görə elə əvvəl qeyd elədiyim ki, hansı dedim, zəif hədisdir. Yəni, Bismillahlə başlamayan hər bir iş naqisdir. Dedik ki, o hədis zəifdir, amma baxanda görürük ki, nə qədər əməllər var ki, əziz qardaşlar, Bismillahlə deyilməsi sabit olmuşdur səhih olaraq. Ona görə, yəni ki, məna odur ki, insan, yəni ki, çalışıb, yəni Allahın adıyla işlərini görsün. Allahın adıyla işlərini görsün. İstəyirlər başqa şeylər olsun, alanda da, verəndə də Bismillahlə alsın. Məsələn, alqıda, satqıda Bismillahlə, yəni düzü buna xüsusi bir dəlil olmasa da belə, insan məscidə girərkən, həmçinin bu da varid olmuşdur. Məsciddən çıxarkən bu da varid olmuşdur. Bir də yaxınına girəndə insan deyir, axı girməmişdən qabaq deyir. Ona görə ki, insan bunları, yəni Allahın, yəni həyatını, yaşayışını insan Allahın adıyla, Allahın adı deyərək yaşamalıdır, Allahın adıyla keçirməlidir. Yəni bu Bismillahın mənası, əziz qardaşlar, bir alimlər deyirlər ki, yəni ki, Allahın adıyla başlayıram. Allahın adıyla bu işimi görürəm elə bil. Yəni, bir ərəb dilində elə bil ki, kəsrə eləyən hərf-u cər deyirlər. Ön qoşmadır. Sonra Allah sözüdür, isim sözüdür, yəni adı və Allah. Yəni Allahın adı ilə, yəni arxadan tərcümə Allahın adı ilə. Yəni Allahın adı ilə, yəni mənası elə əbtədiu bi ismillahi. Yəni ki, Allahın adı ilə başlayıram. Yəni dəst namazıma, heyvanı kəsməyimə, ayaq yoluna girməyimə, məscidə girməyimi, məsciddən çıxmağımı da Allahın adı ilə başlayıram deməkdir, əziz qardaşlar. Burada Allah sözü, kəlməsi, deməli, əziz qardaşlar, Allah kəlməsi yalnız və yalnız Allaha aid edilən addır. Allaha aid edilən. Yəni, bundan əvvəl heç kim bu adla adlandırılmayıbdır. Və alimlər deyirlər ki, bu elə bu formadadır. Bir qism alimlər deyirlər ki, əl-iləh sözünün, yəni ki, bu barədə iki görüş var da. Bir qism alimlər deyirlər ki, bu elə konkret bu formadadır. Yəni hansısa da sözdən alınma deyil. Çünki ərəb dilində sözlərin məsdər forması, feil forması var. Alınır da hansısa da məsdərdən, feildən alınır sözlər. Amma Allah sözü belə deyil. Bu elə müstəqil formada, bu formada gəlibdir. Allah sözü. Yəni heç bir şeydən alınma söz deyil. Heç bir sözdən alınma deyil. Elə müstəqil bu formada gəlibdir. Elə bu da həmçinin elə bir ki, yəni müəyyənlik formada gəlibdir. Əvvəlindəki əlifləm, yəni ki, çünki bu isimdirsə də əlifləmi olmalıdır. Elə bu formadadır. Yəni müstəqil bu, heç bir şeydən, sözdən alınmadan bu Allah sözü müstəqil formada gəlibdir. Və bu da yalnız və yalnız haqq olan ilaha deyilir. Bizim bildiyimiz haqq olan, Rəbbimiz olanı Allah deyilir. Yəni ondan başqası bu adla adlandırılmır. Bir qism alimlər isə deyirlər ki, ilah sözündən əlifləm, ilah sözünə əlifləm qoşulubdur, sadəcə əvvəlində olan həmzə düşürülübdür. Çünki ərəblər bəzən yəni ki, bəzi ya hərfi, ya həmzəni, ya nəyisə də salırlar, dildə tələffüz edilməsi asan olsun deyə. Yəni bir qism alimlər isə deyirlər ki, bunun kökü ilah sözüdür. Sadəcə əvvəlinə əlifləm qoşulduğuna görə belə olubdur və orada həmzə var və o həmzə də düşürülübdür. Amma yəni ki, səhih doğru düzgün olan odur ki, bu müstəqildir. Yəni, çünki ilah sözünün əl-ilah sözü var da, əl-ilah olur. Əl-ilah olanda əlifləm də gəlir. Bu da Allahın adlarından, başqa bir adlarından biridir. Necə ki, hədisdə gəlir Tirmizinin Sünən kitabında Allah Taala'nın 99 adı vardır. Allah Taala'nın 100-dən biri əksik, 99 adı var. Onlardan da birisi nədir? İlah sözüdür. İlah sözündə mənası odur ki, ibadət olunan, məbud. Və bir çox insanlar bunun mənasını anlamadıqlarına görə La ilahə illallahı düzgün məna vermirlər. Deyirlər ki, La ilahə illallah, Allahdan başqa Allah yoxdur. Söz olaraq bu düzgündür. Bu düzgündür. Allahdan başqa bəli Allah yoxdur. Amma La ilahə illallahın mənası deyil. Çünki Allah Teala orada demir ki, La Allaha illallah demir. La ilahə deyir. Fikir verin, La ilahə illallah. Deyir ki, Allahdan başqa Allah yoxdur. Əgər elə olsaydı, Allahdan başqa Allah yoxdur, olsaydı mənası belə olmalıydı. La Allaha illallah olmalı. Amma elə demir Allah Teala. Bu barədə Quran-ı Kərimdə 2 dənə ayə var. Birbaşa La ilahə illallah ayəsi. Birincisi biz qeyd elədik. Dərsdən əvvəl qısa xatırlatmada qeyd elədik ki, Muhammed surəsi 19-cu ayədir. Fə'ləm ənəhu la ilahə illallah. Bu formada gəlibdir. Çünki Quran-ı Kərimdə bu formada 2 yerdə keçir. La ilahə illallah sözü. Digər formaları isə başqa cürdür. La ilahə illahu belə gəlir bir çox yerdə. Amma la ilahə illallah Quran-ı Kərimdə 2 yerdə keçir. Biri Muhammed surəsi 19-cu ayə. İkincisini kim deyər?
Yox. Fuad desin. Hə. Kim deyər? Kömək eləyirəm. Saffat surəsi. Hə, Saffat surəsi neçənci ayədir? 35-ci ayə. Saffat surəsi 35-ci ayə. Quran-ı Kərimdə la ilahe illallah olduğu kimi bu formada 2 yerdə keçir. Saffat 35-də, bir də Muhammed 19-da keçir. Bunun da mənası odur ki, dedik axı ilah sözünün düzgün məna vermədiklərinə görə insanlar, məna vermədiklərinə görə eləcənə də danışırlar. Və buna görə də insanlar tövhiddə problemə düşürlər. Çünki la ilahe illallah mənasını anlamadıqlarına görə düzgün. İlah sözün mənası nədir? İbadət olunan, məbud. Allahdan başqa ibadətə layiq nədir? Haqq məbud, yəni ibadət olunan yoxdur. Yoxdur ilah, la ilahə, yoxdur ilah, nədir? Allahdan başqa. Biz bilirik, Allahdan başqa ibadət olunan ilahlar var, bəli var. Amma onlar nədir? Batil ilahlardır. Batil, yəni məbud nədir? Hər insan nəyəsə də ibadət eləyirsə, sitayiş eləyirsə də, yəni bunlar türlər deyə tapınırsa, o insanın nəyə salır? İlahı sayılır. O onu özünə nə məbud götürmüş olur. Ona ibadət elədiyinə görə, ona tapındığına görə. Bir insan gəlib hansısa qəbrin yanında baş əyirsə, ona səzdə eləyirsə, bu hal-hazırda var, eləyənlər var, çox təəssüflər olsun ki. Qəbrin yanında səzdə eləyirsə, qəbrin yanında qurban kəsirsə, əlini açıb qəbri və yaxud Allahdan gerisini çağırırsa, o özünə onu ilah götürür. Çünki ilahın mənası nədir? İbadət olunan. O ona ibadət eləyir. Bu da onu göstərir, Allahdan başqa ilahlar var. Allahdan başqa ilahlar var, amma o ilahlar nədir? Batil ilahlardır. Haqq olan ilah kimdir? Allah. Allahdır. Ona görə bunun mənasını düzgün başa düşmürlər. Yəni, əgər deyirsən ki, Allahdan başqa Allah yoxdursa da, niyə sən onda Allaha ibadət eləmirsən? Allahdan gerisinə ibadət eləyirsən? Deməli, Allahdan başqa ibadət olunan, yəni ki, hal-hazırda var insanlar ibadət eləyirlər və çox-çox təəssüflər olsun ki, bəzi müsəlmanlar da bu şirkin, yəni bu bəlaya, müsibətə düşüblər, şirkə düşüblər, hansı ilah sözünü düzgün başa düşmədiklərinə görə və la ilahe illallah düzgün anlamadıqlarına görə və belə problemə düşmüşlər əziz qardaşlar. Yəni ilah sözü, məsəl üçün insanlar var, adına nə qoyurlar? Abdul ilah. Nəsə Abdullah qoyurlar. Abdullah, Allahın qulu. Abdul ilah da var, ilahın qulu. Yəni orada ilah deyilən haqq ilahdan söhbət gedir də, yəni haqq ilahdan söhbət gedir. Necə ki, məsələn, Rəhmanın qulu, Rəhimin qulu, Abdurrahim, Abdurrahman, Abdulxaliq bu kimi. Çünki əlifləmlə gələndə və mütləq Allaha aid edilir. Çünki sən orada Abdurrahman deyirsən, Ər-Rahman deyirsən. Ər-Rahman dediyinə görə Allaha aid edildiyinə görə, əziz qardaşlar, Allaha aid edilir. Bir şey qeyd edeyim, burada ötürdüm. Namazda Bismillahirrahmanirrahimin səsli və səssiz deyilməsi. Bu məsələ barəsində də, yəni yüngül olsa da elm əhli arasında, yəni ixtilaf var. Yəni ki, elə ciddi böyük bir problem deyil. Şafi məzhəbində bu var ki, Bismillahirrahmanirrahimi nədir? Səsli deyirlər. Amma haqqa yaxın olanı odur ki, necə ki, Ənəs radiyallahu anhudan səhih hədis var, əsər var. Deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləm arxasında namaz qıldım. Abu Bakrın, Ömərin və Osmanın heç biri Bismillahirrahmanirrahimi səslə, yəni eşidəcək formada demədi. Yəni ki, əgər desəydi o eşidərdi axı onu. Və hədisdə deyir ki, davamında daha aydın, bax hədis sarih aydın hədisdir. Deyir ki, onlar Allaha həmd eləyərək başlayır. Yəni Elhamdülillah Rabbil aləminlə başlayardılar. Bu açıq-aşkar odur ki, onlar Bismillahirrahmanirrahimi səslə deməyiblər. Yəni səssiz deyiblər. Səssiz. Çünki onlar ümumiyyətlə əvvəl deyiləcək başqa şeylər də var. İstiftah duası var, bu səssiz deyilir. İstiazə var. Yəni ki, bu da səssiz deyilir. Sonra Bismillahirrahmanirrahim var. O da səssiz deyilir. Sonra isə səsli namazlarda Elhamdülillah Rabbil aləmin və digər ona tabi olan ayələr və sonra kimi Peyğəmbər sallallahu əleyhi və səlləm səsli namazlarda belə oxuyardı. Bismillahirrahmanirrahim. Yəni səssiz oxunubdur. Səssiz oxunub səsli namazlarda. Yəni də bunu əhl-i-sünnədən deyən alimlər, xüsusən də Şafi məzhəbində olan bu bir görüşdür. Yəni ki, deyirlər bunu. Amma səhih olan odur ki, Ənəs radiyallahu anhudan gələn hədisə əsasən açıq və aşkar deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm arxasında namaz qılır, sonra Abu Bakr, sonra Ömər, sonra Osman heç biri bunları səslə, uca səslə eşidəcək səslə heç kim deməyibdir. Və buna görə də yəni ki, insan Bismillahirrahmanirrahim deyir. Amma
Necə ki o hədisdə ki var, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Fatihə surəsini oxuyanda Bismillahirrahmanirrahim deyən, çünki hansı ki Daraqutninin Sünən kitabındadır. Deyir, o Fatihədən nədir? Bir surədir. Peyğəmbər sallallahu əleyhi və səlləm oxumağı tövsiyə eləyir. Tövsiyə eləyir, orada buyurur. Amma yəni ki səslə oxunmur bu. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm əməlinə baxanda və ona ən yaxın başa düşən, ona ən yaxın tabi olan Rəşidi xəlifələri ki var, Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra da onlar neçə il yaşayıblar, namaz qıldırıblar, heç biri bunu səslə deməmişdir, əziz qardaşlar. Bununla kifayətlənək, gələn dərs inşallah Fatihə surəsinin, elə bu sanki birinci ayənin izahı idi. Gələn dərsi inşallah növbəti ayələri oxuyub izah eləyərik inşallah. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daim harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəmrəsini toplasın. Daha doğrusunu Allah bilir və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ent, əstəğfiruka və ətubu ileyh.